Ümumdünya Səhiyyə Təşkilatı USD bu il kolera xəstəliyinin 23 ölkədə qeydə alındığını açıqlayıb. Milli AZ xəbər verir ki, rəsmi məlumata görə indiyədək 190 mindən çox insan virusa yoluxub. 4200-dən çox insan isə həyatını itirib. Kongo Demokratik Respublikasının Kasay vilayətində ortaya çıxan yeni Ebola epidemiyası, həmçinin kolera, mpox, meymun çiçəyi, qızılca və digər yoluxucu xəstəliklər onsuz da zəif olan səhiyyə sistemini çətin vəziyyətə salıb. Hazırda 23 ölkədə xəstəlik qeydə alınıb, bunlardan 16-da epidemiyalar aktiv şəkildə davam edir. Təhlükəsiz içməli su və sanitariya xidmətlərinin çatışmazlığı səbəbindən kolera humanitar böhran yaşanan ərazilərdə ciddi təhlükə olaraq qalır. Mütəxəssislər xəbərdarlıq edir ki, pis sanitariya şəraiti və iqlim dəyişikliyi ilə bağlı daşqınlar səbəbindən xüsusən Çad, Sudan, Efiopiya və Kongo Demokratik Respublikasında yoluxma halları sürətlə artır. Kolera, çirkli su və ya qidaların istehlakı nəticəsində yayılan, sürətlə yayılma qabiliyyəti olan bakterial infeksiya kimi tanınır.